Biz günə günəşlə başlamırıq. Biz günə başqalarının həyatına baxaraq başlayırıq. Rüstəm bugün oyanmadı. O sadəcə sistemə login oldu. Rüstəm hər səhər üzünə vurduğu o bahalı ətirlə təkcə qoxusunu yox, həm də qorxularını ört-basdır edir. O bugün xoşbəxt adam rolunu oynayacaq. Müasir insan bağlılıqdan qorxur, amma tək qalmaqdan dəhşətə gəlir. Bu metal qutunun içində o dünyanın ən tənha adamıdır. Varlı görünmək üçün pul xərcləmək, var dövlətinizi azaltmağın ən sürətli yoludur. Rüstəm bu maşının sahibi deyil, bank ona sahibdir. O sadəcə bankın təkərli köləsidir. Buna məhsuldarlıq deyirlər. Biz isə buna boşuna əlləşmək deyirik. Rüstəm elə bilir ki, daha çox qışqırsa daha vacib adam olacaq. Amma əslində o sadəcə stres hormonlarının idarə etdiyi bir kukladır. Bunlar dost deyil, bunlar kontaktdır. İşin düşməyəndə salam vermədiyin, işin bitəndə sildiyin adlar. Bu masada yemək yeyilmir, bu masada egolar bəslənir. Rüstəm Ayseli sevmir. O, Ayselin yanındakı statusunu sevir. Aysel Rüstəmi sevmir. O, Rüstəmin təmin etdiyi həyat tərzini sevir. Müqabilə sadədir. Mən sənə görüntü verirəm, sən mənə maliyyə. Baxın, gözlər Rüstəmə yox, ekrana baxır. Hisslər yaşanmır, hisslər yayımlanır. Əgər Instagram olmasaydı, bu boyunbağının Aysel üçün heç bir dəyəri olmazdı. Daha yaxşısı mütləq var xəstəliyi. İnsanlar məhsul kimi rəflərə düzülüb. Rüstəm doymur, çünki ruhu acdır. O, bədən kolleksiyası yığır, amma bir nəfərə belə toxuna bilmir. İşıqlar sönəndə həqiqət üzə çıxır. Sərvət sənin xərcləmədiyin puldur. Rüstəm isə hər şeyini xərcləyib. O, azadlığını satıb, insanların həsədini satın alır. İndi isə o həsəd aparanlar yatıb, Rüstəm isə borc içində boğulur. İllərdir bastırdığı duyğular, o, mən güclüyəm yalanları indi vulkan kimi püskürür. Bədən yox deyir, sistem çökür. Və ən dəhşətlisi, o hələ də oynamağa davam edir. Uçurumun kənarında belə like qoymağı unutmuruq. Bugün Rüstəm məğlub olmadı. Bugün o, azadlığının ilk taksidini ödədi. O, dəmiri vermək, zəncirləri qırmaq deməkdir. O, illərdir qaçdığı yerdədir, insanların arasında və ilk dəfə görür ki, xoşbəxtlik vitrində satılmır. Xoşbəxtlik o yaşlı kişinin qırışmış əllərindəki istilikdədir. Heç kim sənə bunu daha əvvəl söyləmədi, eləmi? Həyat bir yarış deyil, həyat bir sübut etmək səhnəsi deyil. Sən, sadəcə sən olduğun üçün dəyərlisən. Cibindəki pulla yox, ruhundakı hüzurla. Oyan.